Salam Azərbaycan. Salam Azərbaycan. Salam Azərbaycan. Salam Azərbaycan. Qədim bir tarixə malik olan Arxangelsk şəhərindəyik. Xoş gəlmisiniz. Bizi tanıyanlara, hər kəsə qucaq dolusu salamlarımızı çatdırıram. Bütün dünya zəhmətkeşlərinin həmrəylik günü olan 1 may münasibəti ilə Arxangelsk şəhərində parad keçirilir. Bəli, ənənəvi olaraq 1 may bayramları Rusiyada ardıcıllığı ilə davam edir. Vətənimiz üçün həmişə darıxmışam. Kimsə eşidəndə ki, buradan Azərbaycana gedir, mən özümün yerində təsəvvür etmək istəmişəm. İstəmişəm elə mən də ondan gedəm. Dilim yorulmadı vətən deməkdən. Əridi şam kimi bədənim mənim. Uçan qaranquşdan, əsən küləkdən soruşdum. Necədir vətənim mənim? Arxangelsk Rusiyanın şimal-qərb hissəsinin böyük elm, mədəniyyət və sənaye mərkəzidir. Əhalisi 357,7 mindir. Mühüm dəniz və çay portu, dəmir yolu qovşağı, beynəlxalq aeroportu var. 16-20-ci əsrin əvvəllərinə aid təqribən 100 tikili yerləşir. 1583-84-cü illərdə Şimali Dvinə çayının sağ sahilində ağacdan qala tikilmiş və port salınmışdı. 1585-87-ci illərdə İngiltərə və Hollandiyanın ticarət faktoriyaları buraya köçürülmüşdü. Əvvəllər Novoport və Novoxolmaqari adlanan Arxangelsk 1613-cü ildə müasir adını almışdı. 17-ci əsr, 18-ci əsrin əvvəllərində Rusiyanın əsas dəniz portu və Qərbi Avropa ölkələri ilə ticarətin mərkəzi olmuşdu. 10 ali məktəbi, o cümlədən 6 dövlət universiteti, ölkənin ən qədim dənizçilik məktəbi də var. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə aid sahil körpüləri kompleksi memarlıq abidəsidir. Hörmətli Dünya TV tamaşaçıları və Salam Azərbaycan verilişi izləyiciləri, biz bu günləri çox gözəl şəhərlərdən biri olan, çox qədim bir tarixə malik olan Arxangelsk şəhərindəyik və Arxangelsk şəhərindən elə Azərbaycanımıza salamlarımızı göndəririk. Bu günləri biz bu şəhərə çox hörmətli, çox ziyalı bir insanın dəvəti ilə gəlmişik. Həmin insan bizim Salam Azərbaycan verilişinin Rusiya üzrə nümayəndəsi olan Aydın Ukalayevdir. Xoş gördük, xoş gəlmişik. Salam Günel xanım, salamlayıram, operatorumuzu salamlayıram, Xaqani müəllim və buradan Dünya TV'nin bütün əməksevər kollektivini, Salam Azərbaycan verilişinin bütün kollektivini salamlayıram. Xoş gəlmisiniz. Qoy tamaşaçılarımız da bilsinlər ki, bizi bu qədim tarixə malik olan Rusiya Federasiyasının şimalında yerləşən Arxangelsk şəhərinə, Arxangelsk vilayəti üzrə Azərbaycan diasporunun sədri Tərlan Qasımov dəvət edib və biz burada Tərlan müəllimlə, diasporun hərəkatı ilə, diasporun üzvləri ilə, burada yaşayan Azərbaycanlıların iş və əmək fəaliyyəti haqqında və necə yaşayırlar, onlar haqqında geniş və ətraflı tanış olacaq və onlar haqqında da təbii ki, gözəl bir reportaj hazırlayarıq inşallah. Xoş gəlmisiniz. Çox sağ olun Aydın müəllim, təşəkkürlər. Hörmətli Dünya TV tamaşaçıları və Salam Azərbaycan verilişi izləyiciləri, diqqətiniz bizdə olsun, bizi izləməyə davam edin. Çox dəyərli bir müsahibimin yanındayam. Müsahibim Arxangelsk vilayəti üzrə Azərbaycan diasporunun sədri Qasımov Tərlan Qasımoğludur. Xoş gördük, çox sağ olun. Çox təşəkkürümüzü bildiririk. Çox gözəl qarşılamısınız bizi. Arxangelsk vilayəti üzrə Azərbaycan diasporu haqqında tamaşaçılarımıza danışardınız Tərlan müəllim. Xoş gəlmisiniz. Əvvəla Arxangelsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun əsası 1999-cu ildən qoyulmuşdu. Əliyev Cəmil tərəfindən. Sonra bu illərdə sonrakı onun fəaliyyəti
bizim çox hörmətli Cəfərov Əhədin adı ilə bağlanmışdı. Mən isə bu kürsüyə 25 fevral 2016-cı ildən hamının da olmasa çoxluğun dəstəyi və yekdil qərarı ilə seçilmişəm. Seçildiyim, fəaliyyət göstərdiyimiz müddətdə bizim bax bu ofisə sahib olmuşuq. Burada yaşayan Azərbaycanlıların 80%, bəlkə də ondan çox əksəriyyəti ticarət fəaliyyəti ilə məşğuldur. Biz Azərbaycan diasporası olaraq bu günlərim yerli hakimiyyətlə sıx əlaqələr qurmuşuq. Bu əlaqələrin tərkibinə daxil olan məsələlərdən biri bu günlərim bu reallıqdır, həqiqətdir ki, bizim burada yetişməkdə olan gənc nəslimiz Azərbaycan dilini sərbəst danışmaq imkanı get-gedə məhdudlaşır. Çünki onlar aydın məsələdir ki, günün 10-12 saatı Rus icması ilə münasibətdə olurlar və onların bütün elmləri, oxumaqları, gördükləri kitablar, yazılar hamısı Rus dilində olduğuna görə onlar öz fikirlərini Azərbaycan dilində sərbəst çatdıra bilmirlər. Biz diaspora olaraq qarşımıza məqsəd qoymuşuq ki, burada bazar məktəbləri təşkil eləyək. Воскресная şkola adlanır bu Rus dilində. Və bundan sonra bütün bizim bu yetişməkdə olan gənc nəslimizi Azərbaycan dilinin mənimsənilməsində, yaxşı öyrənilməsində yaxından kömək göstərmək istəyirik və buna bizim potensialımız var. Biz bu günlərin yerli hakimiyyət qarşısında bu barədə məsələ qaldırmışıq. İkinci məsələmiz bu günlərin bu sir deyil ki, təkrar eləyirəm. Burada yaşayan Azərbaycanlıların əksəriyyəti ticarət fəaliyyəti ilə məşğuldular. Yaxın 2012 ildən bu günə qədər bizim şəhərimizdə çöl yay mövsümündə çöl ticarət deyək, çöl ticarəti ləğv olunmuşdu. Bu günlərin biz yerli hakimiyyət qarşısında yenidən o çöl ticarətinin, küçə ticarətinin əslində yenidən icazə verilməsi haqqında vəsadət qaldırmışıq. Çox sağ olun Tərlan müəllim, səmimi söhbətinizə görə təşəkkürümüzü bildiririk. Amma istərdik biraz da özünüz haqqında danışardınız. Özüm haqqında özüm 1974-cü ildə 5 may tarixində Azərbaycanın Ucar rayonunun Qəziyan kəndində anadan olmuşam. 91-95-ci illərdə Azərbaycan İctimai Siyasi Universitetində təhsil almışam. 95-97-ci illərdə Ucar rayon pamıq təmizləmə zavodunda hüquqşünas işləmişəm. 97-ci ilin noyabr ayının 4-dən bu günə qədər taleyim, qismətim Arxangelsk şəhəri ilə bağlıdır. Bəli, bütün rayonumuza, kəndimizə, bütün sinif yoldaşlarıma, bizi tanıyanlara, hər kəsə qucaq dolusu salamlarımızı çatdırıram. Biz bu günlərim burada yaşasaq da, fəaliyyətimizi burayla qursaq da, yenə də ömrümüz boyu ürəyimiz Azərbaycandan döyülür. Çox sağ olun, biz də Salam Azərbaycan verilişi vasitəsilə Ucar rayonuna salamlarımızı göndəririk. Salam Azərbaycan verilişinin də sizə də xoş gəlmisiniz deyirəm. Salam Azərbaycan verilişində Rusiya üzrə nümayəndəsi Aydın müəllimə öz təşəkkürümüzü bildirir. Hörmətli tamaşaçılar, mən növbəti müsahibimin yanındayım. Özünüzü təqdim edərdiniz? Mənim adım Akim Samedovdur. Mən Rusiyada 6 ildən yaşayıram. Mən diasporanın sədri köməkçisiyəm. Filologiya fakülteti qurtarmışam, bakalavr stepeni və indi magistr stepeni alıram. Bütün Azərbaycanlılara salam söyləyirəm. Salam Azərbaycan. Mənim müsahibim Arxangelsk vilayətinin qubernatoru Arlov Igor Anatolyevichdir. Əvvəla onu deyim ki, bu görüşdən çox məmnunam. Sizi öz malikəmdən salamlamaq xoş oldu mənə. Bu vilayətdə Azərbaycanlıların və Rusiyalıların münasibətindən çox danışmaq olar.
Bu da əsl dostluq münasibətidir. Qaldı ki, Azərbaycanın özünə heç vaxt orada olmamışam. Onun haqqında burada yaşayan həmyerlilərimizdən eşitmişəm. Azərbaycanın mədəniyyəti, incəsənəti, qonaqpərvərliyindən hər kəs danışır. Təəssüratlarım çox müsbətdir. Bu vilayətdə fəaliyyət göstərən Azərbaycan diasporasının gördüyü işlər göz qabağındadır. Əlaqələri genişdir. Burada müxtəlif xalqların nümayəndələri yaşayır və bir-birlərinə hər sahədə dəstək olurlar. Bax, Azərbaycanlılar haqqında yalnız bu xoş fikirləri deyə bilərəm. Bir şey xüsusi qeyd etmək istəyirəm. Mənim futbola marağım böyükdür. Dəfələrlə stadionda olarkən və ya efir vasitəsilə futbolu izləyərkən Azərbaycan adı yazılmış plakatın olmasının şahidi olmuşam. Bəli, buradakı məscidi əvvəlki yerində yenidən bərpa etmək həm bizim, həm də əhalinin ürəyincə oldu. Çünki əhali üçün bu cür yerlərin olması, sitayiş etməsi müqəddəsdir. Həmin bu məscidə əməlli başlı axın olur. Ona görə də bu cür yerlərin olması bizi çox sevindirir. Burada yaşayan Azərbaycanlılar bizim üçün artıq doğmadırlar. Onların qeydinə qalmaq və problemləri ilə yaxından maraqlanmaq bizim borcumuzdur. Qaldı ki, Tərlan Qasımov haqqında fikirlərimə. O çox savadlı, mədəniyyətli, etikalı bir insandır. Onun gördüyü işlər isə göz qabağındadır. Onunla çoxdan dostluq münasibətimiz var. Biz fəxr edirik ki, Azərbaycanın Tərlan Qasımov kimi bir oğlu var. Hörmətli qubernator, səmimi söhbətlərinizə görə sizə minnətdarlığımızı bildiririk. Xoş oldu bizə və sonda Azərbaycanı salamlayardınız. Salam Azərbaycan. Salam Azərbaycan. İndi biz Arxangelsk vilayətinin vilayəti üzrə Azərbaycanlıların diasporu və onun sədri Tərlan Qasımovla birlikdə gənclərlə Rusiyadakı Azərbaycan Gənclər Təşkilatının bir neçə üzvləri ilə, bir qrup üzvləri ilə görüşə gəlmişik. Sadəcə olaraq Rusiyada onları Amur adlandırırlar. Azərbaycanski Молодежная Organizasiya России. Ali müəllim, bu günlərin biz Tibbi İnstitutunun Aksalından verilişimizi davam etdiririk, çəkilişimizi. Burada bizim çox hörmətli Leyla xanım Əliyevanın təşkilatçılığı ilə və rəhbərliyi ilə fəaliyyət göstərən Amur təşkilatının üzvləridir. Bunlar burada ali təhsil fəaliyyəti ilə məşğuldular. İmkandan istifadə edib bunların hamısını 1 may bayramı münasibəti ilə təbrik edirik. Onlara bütün təhsildə uğurlar arzulayırıq. Bu gənclərin burada oxuması doğrudan da sevindirici haldır ki, buna görə məhz bunlar o kateqoriyadan olan bizim gənclərimizdir ki, onlar bu günlərin Rusiya ilə bağlı olsalar da, onların həyat tərzi, amma qəlbləri, fəaliyyətləri birbaşa Azərbaycanla bağlıdır. Mən ümidvaram ki, bu günlərin bu zalda Azərbaycanı düşünən beyinləri yaşayır. Zeynəb Cəfərovanı xüsusilə təqdim eləmək istəyirəm, ona görə ki, Zeynəb bizim yeganə tələbəmizdir ki, o həm vilayət səviyyəsində, həm də federal maştabda 2 qızıl medala layiq görülübdür. Nə yaxşı. Bərəkəl. Bütün Azərbaycana salam söyləyirəm buradan, bütün əzizlərimə və mən burada Tibb Universitetində təhsil alıram, müalicə işində və ümidvaram ki, bu təhsilimizi qurtardıqdan sonra, bitirdikdən sonra Azərbaycana gedə bilərik və oradakı xalqımıza layiqli xidmət göstərə bilərik, bəli, belə. Amurun Arxangelsk vilayəti üzrə şöbəsi təşkil olunub. Bu şöbənin rəhbəri gənc Azəri qızı, tələbəmiz Gülənbər xanım Abuşovadır. İndi Gülənbər xanımın təşkilat haqqında və gənclər haqqında, Azərbaycan haqqında fikrini eşidəcəyik. Buyurun Gülənbər xanım. Salam Azərbaycan. Mən demək istəyirəm ki, biz hamımız tələbələr Rusiyada oxusaq da, Rusiyanın
təhsilini alsaq da bizim qəlbimizdə, ürəyimizdə həmişə Azərbaycandır və biz burada oxuyuruq ki, yaxşı həkim olaq və vətənimizin, bizim xalqımızın sağlamlığını qoruyaq. Mən buradan bütün Azərbaycan xalqını salamlayıram. Demək istəyirəm ki, biz burada yaşasaq da, böyüsək də, oxusaq da bizim qəlbimiz həmişə Azərbaycanla döyünür. Salam Azərbaycan. Azərbaycanda çox dostlarım var, hamısına əlaqə saxlayıram. Hamıya salamlar. Hərbidən gələn xəbərlər eşidirik və həmişə hazırıq. Gedək orada döyüşək. Xoş gəlmisiniz. İkinci demək istəyirəm ki, Azərbaycan milləti, bütün Azərbaycan milləti salamlayıram. Və qızlar deyən kimi biz hamımız inşallah Tibb Universiteti qutarandan sonra gedəcəyik Azərbaycana, vətənimizə, dövrümüzə. Bir də sizin hamınıza təşəkkür edirəm. Hörmətli bizim gənclərimiz, oğlanlarımız, qızlarımız, dahi Azərbaycan şairi Səməd Vurğun belə deyib. Əgər kimsə bunu bilirsə, mənlə təkrar eləyər. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam doğma vətənimsən, ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan. Hamımız birlikdə. Salam Azərbaycan. Deməli, qubernator yanında İctimai Palatanın üzvü Şevçuk Yevgeni Vladimiroviç bizim müsahibimizdir. İndi onunla söhbət edəcək. İlk öncə sizi salamlayıram və onu demək istəyirəm ki, diasporamız böyükdür və bu diasporanın üzvləri həm politika, həm də ekonomiya məsələlərində yaxından iştirak edirlər. Tərlan Qasımov haqqında nə demək olar? Ancaq yaxşı sözlər. Burada uşaqdan böyüyə kimi danışdırsan, hər kəs onun necə böyük ürəyə sahib olduğunu, eləcə də insanları dar günlərində necə əl tutduqlarının, həmçinin şəhər üçün böyük işlər gördüyünü deyəcəklər. Və hər zaman yerli əhali və Azərbaycanlılar arasında hansısa konfliktin olmaması üçün əlindən gələni edir. Bir sözlə, Tərlan burada öz vətənini, millətini necə lazımdırsa layiqincə təmsil edir. Siz özünüz də gəlib bunun şahidi oldunuz və qubernatorun Tərlan haqqında dedikləri də bunu bir daha sübut etdi. Doğrudan da Arxangelsk şəhəri və oblastı çox tolerant bir şəhərdir. Siz görüşlərdə də bunun şahidi olursunuz. Bu günlərin bəzi, bu 2009-cu ildə həmin bu universitet federal status almışdı. Federal status Rusiya Federasiyasında cəmi 12 universitetdən ibarətdir. Bu günlərin bu 12 universitetdən indi mən Arxangelsk şəhəri üzrə deyə bilərəm ki, 20-yə yaxın Azərbaycanlı tələbə oxuyur burada. Ancaq bu azdır. Mən buradan səslənirəm öz vətəndaşlarımıza, bütün Azərbaycanlılara, onlar gəlsinlər. Burada biz onları yataqxana şəraitinə təqdim edə bilərik. Burada çox yaxşı şərait, münbit şərait var oxumaq üçün, elm almaq üçün. Biz onları burada səbirsizliklə gözləyirik. Təşəkkür edirəm. Biz də öz adımızdan Dünya TV vasitəsilə, Salam Azərbaycan verilişinin vasitəsilə bütün təhsil almaq istəyən gənclərimizi dünyanın hər yerindən dəvət edirik, gəlsinlər. Burada onlar üçün bütün şəraitlər düzələcək. Arxangelsk şəhərində təzə tikilməyə başlamış müsəlman məscidinin Tatar dövlətinin tapşırığı ilə, onların dəstəyi ilə, Tatarstan dövlətinin dəstəyi ilə tikilən bu gözəl məscidin din ocağının həyətindəyik və müsahibimiz Arxangelsk şəhərindəki bütövlükdə Arxangelsk vilayəti üzrə Azərbaycan diasporunun sədri Tərlan Qasımovdur. Hörmətli seyircilər, bu məscid 1905-ci ildə 26 avqustda əsası qoyulmuş məsciddir. Çox hörmətli Tatar Milli Muxtariyyatının rəhbəri Rim Mukamiloviç Kaymulinin 8 illik mübarizəsi nəticəsində nəhayət ki, biz hamımız müsəlmanlar birlikdə öz arzumuza çatdıq ki, bu məscidin əsaslı tikintisinə icazə aldıq. Bizə hakimiyyət tərəfindən müxtəlif yerlərdə məscid təklif olunmuşdu.
Ancaq biz bu köhnə məscidin yenidən bərpasını istəyirdik. Yəni bu nöqteyi nəzərdən doğrudan da 3 hakimiyyətlə böyük mübarizədən sonra Rim Mukamiloviç nəhayət ki öz arzumuza bir yerdə biz çatdıq. Bu məscidin tikilişini biz çoxdan gözləyirdik və nəhayət ki arzumuza çatdıq. Müxtəlif materiallar topladıq və budur. Artıq məscidin demək olar ki yarısı tam hazırdır. Çox cüzi bir hissəsi qalıb və tezliklə açılış olacaq. Buna görə də mən öz təşəkkürümü diasporanın sədri Tərlan Qasımova bildirirəm. Salam Azərbaycan. Salam Azərbaycan. Sizin hər birinizi efir vasitəsilə bu məscidin açılışına dəvət edirəm. Bugün burada 1 maydır və bütün dünya zəhmətkeşlərinin həmrəylik günü olan 1 may münasibəti ilə Arxangelsk şəhərində parad keçirilir, xoşməramlı yürüyüş keçirilir və Arxangelsk vilayəti üzrə Azərbaycan diasporunun sədri Tərlan Qasımovun rəhbərliyi və təşkilatçılığı altında bir qrup Azərbaycan gəncləri Respublikamızın Azərbaycanın dövlət bayraqlarını dalğalandıraraq və bu yürüyüşə, bu xoşməramlı yürüyüşə qoşulublar və onlar da bu paradda iştirak edirlər. Bəli, ənənəvi olaraq 1 may bayramları Rusiyada ardıcıllığı ilə davam edir. Bizim uzun illər zəhmətkeşlərin həmrəylik günü olan 1 may kimi qeyd elədiyimiz bayram bu gün də Rusiya ictimaiyyəti tərəfindən təntənəli surətdə qeyd olunur. Biz də bu ictimaiyyətin içərisində onlarla birlikdə fəaliyyətimizi davam etdiririk. Azərbaycanın azadlığı, fəallığını, bizim gənclərin burada iştirakını biz vacib hesab edirik. Buyurun özünüzü də təqdim eləyin. Atakçı müəllim Ramazanov Lənkəranlı. Cəmiyyətin sədrinin birinci müaviniyəm. Azərbaycan xalqının hamısını bir yerdə götürmək şərti ilə Rusiyada, Azərbaycanın özündə hamını 1 may bayramı ilə təbrik edirəm. Bu bayram ərəfəsində gənclərimiz, məktəb yaşlı gənclərimiz bir daha bütün Azərbaycanlıları, bütün Azərbaycanı salamlayırlar. Salam Azərbaycan! Bugün bizim üçün əsl bayramdır. Biz hər il 1 may bayramını qeyd edirik və sağ olsun Azərbaycan diasporası ki, bizə bu şəraiti yaradır. Onun rəhbəri ilə isə biz çoxdan dostluq edirik. Hələ məktəb yaşlı gənclərimiz də bayramda çıxış eləyirlər. İndi onlardan birisi ilə müsahibə alırıq. Özünüzü təqdim edin. Salam Azərbaycan, mənim adım Qasımov Abdullah. Mən Arxangelsk şəhərində 24 nömrəli məktəbdə oxuyuram və öz məktəbimdə çalışıram ki, Azərbaycanı tanıdım, Azərbaycanın təmsil eləyim və bununla da fəxr edirəm. Bu gözəl şəhərdə, Arxangelsk şəhərindəki növbəti müsahibimiz gözəl bir insan, gözəl bir elm sahibi Partyanka Nikolay Mixayloviçdir. Partyanka Nikolay Mixayloviç Severni Arktikçeski Federal Universitetin professorudur və o cümlədən bu şəhərdə olan Ukrayna diasporunun birinci vitse-prezidentidir. Əvvəla salam, mən Ukraynanın Donetsk şəhərində anadan olmuşam. Leningrad Dövlət Universitetində təhsil almışam. Oranı bitirdikdən sonra isə Arxangelsk vilayətinə gəldim. Artıq illərdir ki, mən burada yaşayıram. Arxangelskın çox qədim tarixi var. Eləcə də gözəl təbiəti var. Hal-hazırda burada geniş mədəniyyət ocaqları da fəaliyyət göstərir. Dərs dediyim tələbələr arasında Azərbaycanlılar da var. Açıq demək istəyirəm ki, burada təhsil almaq onlara heç də asan başa gəlmir.
Mən hər zaman Azərbaycanlı ailələrin necə uşaq tərbiyə etdiklərinə heyran olmuşam. Açıq deyəcəm, Azəri balalarının tərbiyəsi bir çox Rusiya ailələrində belə yoxdur. Onların çox savadlı gəncləri var. Azərbaycanın bu vilayətə göstərdiyi köməkliyi isə xüsusi qeyd etmək istəyirəm. Hələ o vaxtki illərdə, Sovet dövründə Azərbaycandan Arxangelsə çoxlu yardım, meyvə, tərəvəz, geyimlər və bir çox əhali üçün yardım göndərilirdi. Diasporaya gəldikdə isə biz əlaqələrimizin müxtəlif ölkələr arasında genişlənməsi üçün çalışırıq. 20 il bundan öncə diasporanın özəli qoyulub. Azərbaycanlılar hələ o vaxtlar Ukraynalıların təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak edirdilər və bu gün Azərbaycan diasporasının fəaliyyəti artıq öz təsdiqini tapıb. Təbii ki, Tərlan Qasımovun sayəsində. Onun cəmiyyət üçün gördüyü işlər doğrudan da danılmazdı. Mən ona bundan sonraki işlərində də uğurlar arzulayıram. Arxangelsk şəhərinin 20 kilometrliyində yerləşmiş Malı Kareli adlı bir məkandayıq. Bura açıq səma altında, təbiətin qoynunda yerləşmiş bir muzey kompleksidir. Bu Malı Kareli nə imiş, bu muzey nə vaxt yaranıb, bu nə üçün məhz burada yaranıb, bura vətəndaşların, insanların, yerli əhalinin, qonaqlarının gəlişi pulludur. Hər yerdə kassa vasitəsilə insanlar bura bilet alaraq daxil olurlar. Bütün bunlar haqqında bugünkü bu səyahətimizi, bu ziyarətimizi təşkil edən Arxangelsk vilayəti üzrə Azərbaycan diasporunun sədri Tərlan müəllim bu barədə bizə məlumat verəcək. Məlumat üçün Aydın müəllim bildirək ki, 1966-cı ildə əsası qoyulan həmin bu Kiçik Kareliya açıq səma altında muzeyi bu günlərin 73-cü ildən xalqın istifadəsinə verildi. Bu 16-17-ci əsrləri əhatə eləyir. Burada həmin Arxangelskinin əhalisinin o dövr üçün nəzərdə tutulan yaşayış tərzi formalaşdırılmışdı. Onların burada adətləri, onların bütün məişət avadanlıqları burada öz əksini tapır. Bizim millətimiz öz asudə vaxtlarında burada öz ailələri ilə, öz yaxınları ilə biz yay aylarında günümüzü çox hissəsini buralarda keçiririk. Burada yayın öz, qışın öz gözəlliyi var. Bura həqiqətən baxmayaraq ki, Arxangelsk şəhərindən 20 kilometr kənarda yerləşir. Amma bugün 1 may olduğuna görə, bayram günü olduğuna görə həm bizə buranı görsətlər, həm də qoy bütün Azərbaycanlılar, Azərbaycan əhalisi, dünyada olan bütün Azərbaycanlılar görsünlər ki, bəli, burada belə bir yer var. Növbəti müsahibimizi təqdim eləmək istəyirəm. Özünüzü təqdim edin. Hacı Eldar Əvəzoğlu, Şəmkir rayonu Dəllər qəsəbəsinə. Bütün Azərbaycanlıları salamlayıram. Xoş gəlibsiniz. Tərlan müəllimi də təbrik edirəm ki, Allah canı sağ eləsin ki, bu bayram günü münasibətinə sizi təhlif edir. Sağ olun, sağ olun. Xoş gəlibsiniz. Əbrəl Taftaylı oluşan baxırıyorum. Biz Azərbaycanlıların, şimalda yaşayan Azərbaycanlıların həmişə bayram şənlikləri, bir təcili sürüşlər olanda həmişə bu Malı Kareli deyilən bu əraziyə yığışırıq və öz şənliklərimizi burada keçiririk. Elimizin, obamızın gənclərinə dəstək olan gözəl bir insan Vaqif Mollayevdir. Mən bütün dünya Azərbaycanlılarını Arxangelsk şəhərindən salamlayıram. Biz Azərbaycan diaspora Arxangelsk şəhərində çox böyük fəaliyyəti var. Qasımov Tərlanın, yəni ki, biz ona dəstək olaraq bugün üçün də onu dəstəkləyirik. Orta yaşlı ağsaqqallarımız, yaşlı ağsaqqallarımız hamısı öz fikirlərini söylədilər və artıq yenidən bizə əhatə edən gənc nəslimiz, burada yaşayan Azərbaycanlılar, burada doğulan Azərbaycanlılar da Azərbaycan haqqında, vətən haqqında nəsə özləri haqqında söyləmək istəyirlər. Özünüzü təqdim edin. Qırcıyev Elşan. Hacıyev Elşan Eldaroviç. Arxangelsk şəhərində anadan olmuşam. 15 yaşım var. 22 nömrəli məktəbə gedirəm. Əvvəllər ora xəstəxana idi və mənim babam orada müalicə alırdı və mən o məktəbdə oxumağımla fəxr edirəm və bütün Azərbaycanlılara salam deyirəm. Özünüzü təqdim edin. Məmmədov Ağaseyn Zəkioğlu, Masallı rayonu Işıqlar kəndində 1955-ci ildə 90-cı ildə hal-hazırda bura gəlmişəm. Bura gələndən bəri bütün Azərbaycanlıların içərisində hamı hörmət qazandığı üçün mən də öz hörmətimi qazanmışam.
biz eşitdiyimizə görə həmişə bu may ayının birində burada qar olardı. Amma baxıram artıq otlar yaşıllaşıb, ağaclar pöhrələşib, yarpaqlar açıb. Bugün hava da yaxşıdır, istiləşdik belə. Siz necə bilirsiniz? Vətənin, gözəl Azərbaycanın təbiətinə bax bu vilayətin oxşarlığı varmı təbiətinin? Müqayisə olunmazdı. Müqayisə olunmazdı. Çünki mən bu gün buranın bax bu görünən peyzajın məsəl üçün o Azərbaycan, mən özünüz bildiyiniz kimi Ucar rayonundan Qəziyan kəndindən adam olmuşam. Bizim o zonalar çox isti zonalar sayılır respublika üzrə. Mən vallah o öz elimin şoran düzünə dəyişmərəm. Bax bu gözəlliyi. Düzünü qismət belə gətirib ki, deyərlər, ben niyə burada yaşayırsınız? Talih belə gəldi ki, məsəl üçün talihimizi biz buraya ilə bağladıq. Amma bu günlərim mən Azərbaycanla Arxangelskin təbiətin müqayisə eləsəm, bu ən azından günah olar mənim üçün. Biz sadəcə olaraq gəlirik, bax belə təmiz havada, oyunda təbiət seyr eləyirik. Burada ancaq seyr eləməkdir. Bu gözlə görünən gözəllikdir. Qərbsəmiş ürəyə biraz təskinlik verməkdir. Təskinlik verir bu qürbətdə olan öz belə formalaşdırırıq ki, güya bura bizə vətəni xatırladır. Amma əslində heç xatırlatmırdı. Çünki bizim vətənimizi, vətənin ümumiyyətlə xatırladılması anlamı yoxdur. Vətəndə olmalısan. Mən bugün mənim zövqümdə xoşbəxt insan, xoşbəxt şəxs öz elində, öz günündə, öz vətənində olur. Dünyanın harasında olursan ol, mən həmişə öz yeganə vətənimiz üçün həmişə darıxmışam. Yeganə insanlarda qibtə elədiyim belə bir his budur ki, mən kimsə eşidəndə ki, buradan Azərbaycana gedir, mən özümün yerində təsəvvür etmək istəmişəm. İstəmişəm elə mən də ondan gedəm. Bax, o gedənlərə qibtə eləmişəm həmişə ki, yəni kaş mən də onlardan gedə biləydim. Düz ildə 2 dəfə gedirik, bir dəfə gedirik, 1 ay, 2 ay qalırıq, amma bu bizə vətən... Doymursuz vətəndən. Vətən, bununla vətənli olmaq olmur. Vətəndə 2 ay olmaqla, vətəndə yaşamaq üçün Azərbaycanda ümumiyyətlə Azərbaycançılıq vətənin xeyrinə, şərinə yaramaqdan başlayır. Əgər o xalqın xeyrində, şərində sən iştirak eləyə bilmirsənsə, sən yəni orada vaxtında öz kətcun, öz dostun, ağır günündə, xoş günündə yanında ola bilmirsənsə, bu vətəndaşlıqdan danışmaq olmaz. Yəni bax, biz Rusiyada yaşayanların, biz bu problem həmişə bizim daxilimizdədir. Biz çöldən baxanda yaxşı görsənirik. Amma daxilimizdə nələr var onu biz özümüz bilirik. Tamamilə doğru buyurursunuz. Tərlan müəllim, mən belə düşünürəm ki, həqiqətən ölkədən kənarda, vətəndən kənarda yaşayan bütün bizim həmyerlərimizin düzdür, güzəranı yaxşı olsa da, işləri, gücləri, ev eşik, ailə, balalar yanlarında olsa da, ətrafında həm öz millətimizin nümayəndələrindən dostlar, həm digər rus dilli xalqların nümayəndələrindən dostlar olsa da, amma ürəyimizdə, ürəyinizdə, beyninizdə həmişə vətən və vətən həsrəti olur. Və həqiqətən sizlə bu söhbəti apararkən mən istər-istəməz yadıma dahi şair Əli Tudənin sözləri düşdü. Dilim yorulmadı vətən deməkdən. Əridi şam kimi bədənim mənim. Uçan qaranquşdan, əsən küləkdən soruşdum. Necədir vətənim mənim? Bircə yolda görsəydim səni, dünyanın hüsnünü səndə duyardım. Qınamasaydılar dostlarım məni. Adımı dəyişib vətən qoyardım. Dilim yorulmadı vətən deməkdən, əridi şam kimi bədənim
Azərbaycanın adını burada da özünün sağ vaxtında, sağlığında göylərə ucaltmağa bacarmış Paşayev David Hüseyin oğlunun qəbri var. David Paşayev özünün bütün mənalı ömrünü Rusiyada, bu şəhərdə yaşayıb və o Rusiya Federasiyasının milli qəhrəmanı adına layiq görülüb, qızıl ulduz alıb. David Hüseynoğlu Paşayev 1940-cı ildə anadan olubdur. O Azərbaycanın Qazax rayonundan mənsubdur əslən. Rusiyanın ilk milli qəhrəmanlarındandır. Prezident səviyyəsində çox hörmətli bir qəhrəmanlardandır. O iki prezidentimizin, Rusiya prezidentinin Sovet hakimiyyəti dağıldıqdan sonra iki prezidentin üçün çox sevimli bir milli qəhrəman olubdur. Bir kadr kimi formalaşıbdır. Ömrünün bəli 20 ildən artığını bu zavoda veribdir. Bu işlədiyi müddətdə bu Rusiya maştabında çox böyük hörmətə malik olubdur. Təkrar edirəm, bütün Rus dövlətini üçün çox qiymətli bir şəxsiyyət kimi özünü göstərmişdir. İndi biz Azərbaycanın görkəmli oğullarının, bəli mən bir daha təkrar eləmək istəyirəm, çox görkəmli, çox ləyaqətli, çox qeyrətli oğullarımızın Arxangelsk şəhərində yaşayışlarından xəbər tutduq. Qəhrəmanov Rəşid Cahanov. 1965-ci ildə Tovuz rayon Aşağı-Rus kəndində anadan olmuşam. Arxangelsk şəhərində 1987-ci ildən əmək fəaliyyətinə başlamışam. İlk olaraq biz Azərbaycan xalqını salamlayırıq. Arxangelsk vilayətindən. Dünya TV-yə həmişə baxırıq ailəlikcə. Azərbaycan milləti hər yerdə, bütün şənliklərdə, dövlət tədbirlərində yığışırıq, söhbət edirik. Həmişə Azərbaycanda gedən proseslərlə həmişə maraqlanırıq. Burada heç dövlət sirri yoxdur. Mən onu bildirmək istəyirəm ki, mən 87-ci ildə Arxangelsk şəhərinə gəlmişəm, 90-cı ildə Rostov Milis məktəbini bitirəndən sonra burada başlamışam əmək fəaliyyətinə. Sonra da Arxangelski Dövlət Universitetini qurtarmışam, hüquq fakültəsini. Dövlət orqanlarında işləyirəm. Ən çox əməliyyat işinə məşğul olmuşam. Hal-hazırda İstintaq Təcridxanasının rəisiyəm. Mən İmanov İslam Çoroğluoğlu, 1965-ci il təvəllüd Yelvax rayonunun Ərmankət kəndindən adam olmuşam. Günancır olsun ki, belə bir məclis öz Azərbaycanımızda oturaq. Azərbaycan xalqını salamlayırıq. Özüm 1990-cı ildə bu Arxangelsk vilayətinə gəlmişəm. Müəyyən vəzifələrdə işləmişəm. Axırıncı vəzifəm Arxangelsk vilayətinin Kənəngərodsk rayonunun şöbə rəisi işləyirəm. Ailəmlə, ailə üzvüyəm, yoldaşım, 2 uşağım var. Azərbaycan oluyam, Azərbaycan oluyam. Suyun bol, torpağın bol. Salam Azərbaycan. Azərbaycanlılara bütövlükdə, təkcə Azərbaycanda yaşayın, bütün dünya Azərbaycanlılarına nə bir sözünüz, gənclərə tövsiyəniz nə olar? Bütün Azərbaycanlılara, bütün Azərbaycan xalqına arzumuz əman-amanlıq arzu edirik. Sülh arzu edirik. Buna görə olsun ki, peşmançılıq olmasın. Həmişə qapımız açıq olsun. Evimizdə çıraq yansın, çırağımız sönməsin. Öz torpağımıza qayıdaq. İnşallah, çox gözəl, çox gözəl. Səslərimizə də gələcək işıqlı gələcəklər arzu edirik. Çox gözəl. Siz Rəşid müəllim. Biz yenə Azərbaycan xalqını salamlayırıq. Azərbaycan millətini salamlayırıq. Dünyanın harasında yaşadığından asılı olmayaraq bir şey yadda saxlamaq lazımdır ki, biz Azərbaycanlıyıq. Azərbaycan oluyam, Azərbaycan oluyam. Azərbaycanlıların diasporunun sədri
Tərlan Qasımovun evindəyik. O bizi çay süfrəsinə dəvət eləyib. Bir neçə gündə artıq bu şəhərdə çox gözəl çəkilişlər aparmışıq və çox gözəl olardı ki, bizə özünüz haqqında danışasınız. Özüm haqqında Aydın müəllim ofisdə danışıb verdiyimiz müsahibədə qeyd elədim. 1974-cü ildə mayın 5-də Azərbaycanda Ucar rayonunun Qəziyən kəndindən anadan olmuşam. Sadə bir qulluqçu ailəsində atam mineralsiya üzrə mühəndis olub. Anam evdar qadın, ailədə 3 uşaq olmuşuq, 2 qardaş, 1 bacı. Talih bilə gətirib ki, yəni biz hamımız bugün buradayıq, qardaşım da, bacım da, mən də, ailəsi ilə birlikdə. 90-cı illərdə oxumuşam Bakıda, 95-ci ilə qədər. 97-dən bəri talihimi Rusiya ilə bağlamışam, Arxangelsk şəhəri ilə. Bu şəhər sözün əsl mənasında bizi çəkdi özünə. Çünki bu şəhərin insanlarının mən əvvəlki müsahibələrdə də dedim, başqa şəhərlərdən seçilirlər. Bunlar çox mülayim insanlardır. Burada qeyri-irqi söhbətlər olunmur. Burada çox belə mehriban bir buranın sadə əhalisi var. Çox mehriban. Ailəli siz, neçə evladınız var? Bəli, üzr istəyirəm, ailəliyəm, 2 evladım var, bir oğlum, qızım. Biri 13 yaşındadır, biri 7 yaşında. Burada məktəbdə orta ümumi təhsil məktəbində təhsil alırlar. Çox gözəl, elə bilirəm ki, daha doğrusu bu belədir həqiqətən, sizə layiqli evladlar ola bilərlər. Allah bəxtlərini versin. Və sonda Azərbaycan gənclərinə, dünyada yaşayan bütün Azərbaycan gənclərinə tövsiyəniz, sözünüz. Azərbaycan gənclərinə tövsiyəm, sözüm ondan ibarətdir ki, bu günlərim bizim gənclik dövrümüz müharibə illərinə düşdü, başqa bir dövlət quruluşu idi yaşadığımız. Həmin dövrdə hansısa insanın irəli getməsi üçün bir tramplin deyək lazım idi. Amma bu günlərim yeganə tramplin o insanın özünün qabiliyyəti, təcrübəsi və savadıdır. Onlara möhkəm biliklərə yiyələnməyə arzulayıram. Çünki insan ancaq bu dövr belə gəldi ki, bugün ən yaxşı imkanı olan insanlar da öz yanlarında, ətraflarında savadlı kadrları görmək istəyirlər, qabiliyyətli insanları görmək istəyirlər. Mən arzu eləyərdim ki, onlar yaxşı təhsillə məşğul olsunlar. Çünki onlardan bugünkü günə qədər, onların bugünkü yaş dövrünə qədər tələb olunan odur. Onlar yaxşı oxusunlar, yaxşı təhsilə yiyələnsinlər. Bəli, o bizim sözün əsl mənasında bugünkü var millətimizin imzalar içində. Bax, bugündən sonra bizim imzalarımızı məhz bax, elə gənclər davam etdirsə, mən arzulayardım onu ki, onları o yüksək zirvələrdə görür. Və sonda fürsətdən istifadə edib, doğulub boya başa çatdığım, mənim üçün dünyanın ən gözəl, ən cənnət məkanı olan Ucar rayonunun Qəziyən kəndinə salamlarımı yetirirəm. Xüsusilə müəllimlərimə, kəndimizin ağsaqqalı, mənim sevimli müəllimim 90 yaşlı Həsən müəllimə salamlarımı çatdırıram. Ona uzun ömür, can sağlığı arzulayıram. Mən arzu edirəm ki, onun mənim formalaşmağımda valideynlərimdən başqa elə müəllimlərimin çox köməyi oldu. Bəli, mən bugün kəndimizin ağsaqqallarına salam göndərirəm. Onları dövr zaman belə gətirdi ki, mən bəzən belə sual verirlər ki, sən ikinci dəfə doğulsaydın, nə olardan? O sualın özündə bir utopiya var. Çünki elə insan yaxşı ki, bir dəfə doğulur, 2 dəfə yox. Mən arzu eləyərdim ki, mən həyatımı belə qurardım ki, əgər belə bir nəsə bir fikir formalaşanda mən həyatımı elə qurardım ki, bu gündən sonra gələn hissəsində heç olmuyor. Mən öz valideynlərimin yanında olardım. Mənim üçün bugün çatışmayan məhz mənim atamdır, anamdır. Şükür Allaha ki, sağ-salamatdırlar, amma məndən uzaqdadılar. Salam göndərirəm bütün elimizə, obamıza, bütün xalqımıza. Can sağlığı, uzun ömür, əmin-amanlıq arzulayıram. Allahdan arzu edirəm ki, Allah bizim xalqımıza heç vaxtı bir daha pis gün qismət eləməsin.
Bura mənim aldığım məlumata görə Arxangelsk şəhərinin mərkəzi bazarı adlanır. Burada yaşlarının fərqindən asılı olmayaraq həm gənclərimiz, həm orta yaşlı və çoxdan gəlib Arxangelskdə yurt yuva salan həmyerlərimiz buradadırlar. Əhval-ruhiyyə çox belə xoş yaranıb, həddindən artıq. Həddindən artıq əhval-ruhiyyə bütün uşaqlarda, bütün Azərbaycanlarda burada əhval-ruhiyyə lap əladır. Əla demək olar. Mən bunu sizin üzünüzdəki bu razı ifadəsindən, gülüşdən də belə görürəm. Fikrimiz odur ki, biz bu böyük bu Bəyaz Rusiya adlanan bu Arxangelsk şəhərində biz Azərbaycanla çox gözəl yaşayırıq. Ümid Abdullayev, mən də qardaşlarım fikrindən həm razıyam. Bir Azərbaycan olaraq cəmləşmişik, diasporun fəaliyyətindən razıyıq. Baxmayaraq ölkədən xaricdə yaşayırıq, həmişə biz Azərbaycanla döyünürük. Mən Azərbaycanda xidmətdə olmuşam, 99-cu ildə proqram çıxmışam. Axıra qədər qulluq eləmişəm. Azərbaycana böyük salam qardaş. Bəli, bu günləri Tərlan müəllimin cəmiyyətin sədri seçilməsinə bizi hamımız sevinirik. Ona görə ki, o öz tədbirlərinlə bizi sevindirir o. Bütün Rusiyada olsaq da Rusiya tədbirlərinin bayram günlərində iştirak edir. Biz Azərbaycanlıları Rusiyada, Arxangelskdə dünyaya tanıtdırır. Mən Abdullayev Mir Heydər, Azərbaycana salam deyirəm. O gün olsun ki, Qarabağımız azad olsun. Bizim bu günlərin burada üzürlü səbəbdən iştirak eləməyən bir Mir Əhməd adında qardaşımız var. O Masallı rayonundadır, onun ailəsində bugün hüzündür, onunla əlaqədar iştirak eləməkdir. Amma bax, bu televizyon vasitəsilə bir dəqiqə onu salamlaya bilər. Yox, bu günlərim Mir Əhməd Nəbiyevin çeynində bu xalqın, bu millətin çox xeyri şəri gedibdir. Biz də fürsətdən istifadə edib onun ailəsinə başsağlığı veririk. Allah dünyadan keçənlərə hamısına rəhmət eləsin. Doğrudan da Mir Əhməd öz fəaliyyəti ilə, öz qabiliyyəti ilə, öz məntiqi ilə əsl ağsaqqallığa layiq oğlandı. Aydın müəllim, bax bu günlərin burada gördüyünüz bu nümayəndələr, bizim Azərbaycanlılar, bunlar bizim sadə xalqın nümayəndələridirlər, zəhmətkeş xalqın nümayəndəsidirlər. Bax, bunlar bizim öz sadə dilimizdə desək, bax bu daşdan çörək çıxardan oğlanlardır. Bu 30 dərəcə şaxtada ayağının birini qoyub, birini götürən qardaşlardır. Mən bir diaspora lideri olaraq özümə söz vermişəm ki, öz fəaliyyətim dövründə, bunu mən ikinci dəfə qeyd edirəm, hansısa bir oliqarxın sağında, solunda yox, həmin bax bu zəhmətkeş qardaşların arxasında olaraq, onların arxasında olaraq əl-ələ verib, öz Azərbaycanımızın imzasını daha da parlaq şəkildə bax bu icmaya təqdim eləməkdir. Təşəkkür edirəm, təşəkkür edirəm. Sizin hamınızın hüzurunda bu sözləri söyləmək istəyirəm. Vətən, sənin adın əzəmətlidir. Torpağının hər qarışı çox qiymətlidir. Canımdakı, qanımdakı sənin ətrindir. Hünərini eşidəndə söyləyirəm, can, nə gözəlsən, nə şirinsən, Azərbaycan. Salam Azərbaycan. Azerbaycan'ım, nefesim canım.